Salam əziz izləyici dostlar. Darvazamız hal-hazırda şükürkalanıb. Şpaplavka vurulub, şpaplavkanın üstünə şükürka vurulub. Bütün bəzəklər çıxarılıb. Hamısı bəzəklərin altı, üstü rənglənəcək. Qalın materialla yığılıb. 4'ün 4'ə profil, 2 yarımlıq iç profilləri list 3 adı ilə götürmüşük. 2 yarım təmizlidir. Laylanın oturan hissələrinə palosa vurmuşuq. Yəni görsənməsin deyənə. Pətlələr möhkəmləndirilib. Həmçinin bala qapısı olan lay da indi şükürka vururuq. Bunun da şükürkalayırıq asta-asta. Bala qapısı hazırdır. Belə desək. Müştəri istəyinə görə yığılıb. Çərçivə onluq şüvellərdəndir. İndi çərçivənin ramkası yığılmalıdır. Bunlar da şükürkalanır. Bu da növbəti işimizdir. Bu tamamilə fərqli bir iş olacaq. Bu da şükürkalanıb. Hal-hazırda pası çıxarılacaq. Yağıntı düşüb deyənə üstünə. Paslanıb pas çıxarılacaq. Bütün darvazalarımızın altından birinci antipas vurulur. Sonra isə üzlük kraska vurulur. Sellozik boyadan istifadə edirik. Yuxarı hissəsində burada şüşə yerləşəcək. İçəri hissədən bəzəklərin altından fərqli bir dekorla əmələ gəlib. Bu darvazamızda xüsusi bəzəklərlə təchiz ediləcək. Burada iç bala qapısı bunun budur. Hazırlanılıb. Bunun rüçka yerləri hamısı. Bunların da bütün bəzəkləri çıxarılacaq. Burada isə böyük laydır. Tamamilə fərqli bir dizaynda baxa bilərsiniz. Bu da müştərimizin istəyinə uyğun yığılıb. Yaxın günlərdə təhvil verəcəyik. İnşallah tək salamatçılıq olsun. İstəsəz növbəti iş sizin də işiniz ola bilər. Əlaqə saxlayın 055 632 92 14. Ünvan Quba şəhəri şimal bölgəsinə məhsullarımızın çatdırılmasını, quraşdırılmasını edirik. Bizi izləmədə qalın. Bizi izlədiyiniz üçün təşəkkür edirik.